Avropanın CMW qlobal modellərinin yenilənmiş məlumatların təhlillərinə əsasən, xüsusilə də aprel ayının 14-ü və 15-də Xəzər dənizinin Qazaxıstan sektorunda orta troposferdə, atmosfer təzyiqində azalma prosesləri davam edəcək. Nəticədə troposferin həm aşağı həm də orta qatlarında ekstratropik tipli siklon sisteminin aktiv inkişafı üçün münbit sinoptik şəraitin yaranması gözlənir. Azərbaycanın əksər rayonlarında aprel ayının 14-ü axşama qədər qeyri-sabit hava şəraiti davam etsə də, xüsusilə də Azərbaycanın Böyük Qafqaz rayonlarının şimal-şərqi, yəni Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən və Bakı-Abşeron-Sumqayıt ərazisində isə aprel ayının 15-də də havada buludluqda artım ehtimalı var. Çünki Qazaxıstan ərazisində, yəni Xəzər dənizinin Qazaxıstan sektorundakı orta troposferdəki ekstratropik siklon sisteminin bir qolunun da Qafqaz ərazisindən keçməsi nəticəsində artıq Qafqazın Cənubi Azərbaycan ərazisində aprel ayının 15-də gün ərzində qısa müddətli yağış yağması ehtimalı var və Bakıda da bu proses müşahidə edilə bilər. Aprel ayının ümumilikdə 16-sı və 17-sində Azərbaycan ərazisində havanın temperaturunda artım ehtimalı var. Lakin mərkəzi aranda temperaturun artması nəticəsində konverti aktivlikdə bir xeyli artım gözlənilir. Bu da yerli hava axınlarının aktiv inkişafına səbəb olacaq. Nəticədə aprel ayının ümumilikdə 15, 16 və 17-sində Azərbaycanın dağətəyi və dağlıq ərazilərində yenidən gündüz saatlarında qısa müddətli şimşək çaxması, yağış yağması ehtimalları da var. Bu riski də nəzərə almaq lazımdır. Lakin xüsusilə də aprel ayının artıq 17-si gözlənilən prosesin təsirləri nəticəsində Aralıq dənizinin şərqində Türkiyə ərazisində, yəni Aralıq dənizinin Türkiyə sektorunda orta və aşağı troposferdə, atmosfer təzyiqində azalma ehtimalları var. Avropanın CMW hava tədqiqatları mərkəzi və ümumilikdə bir çox qlobal modellər artıq bu siqnalları verir ki, Aralıq dənizi ərazisində aprel ayının 17-sindən başlayaraq növbəti ekstratropik və subtropik tipli siklon sistemlərinin aktiv inkişafı üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Bu prosesə daha da geniş olaraq nəzər salsaq biz onu görək ki, xüsusilə də aprel ayının 17-si axşama doğru artıq Türkiyənin Aralıq dənizi ərazisində havada buludluğun bir xeyli artması və topa yağış, laylı yağış buludlarının aktiv inkişafı gözlənilir. Bu proses aprel ayının 18-i, 19-u və 20-sində Türkiyə ərazisində hava şəraitinin kəskin dəyişilməsinə səbəb olacaq. Artıq aprel ayının 18-i günün ikinci yarısından başlayaraq bu sistemin bir qolunun da Qafqaz ərazisinə doğru daxil olması gözlənilir. Türkiyənin Aralıq dənizi sektorundakı gözlənilən ekstratropik siklon sisteminin Qafqaz ərazisinə doğru müdaxiləsi artıq aprel ayının 18-i günün ikinci yarısından başlayaraq gözlənilir. Nəticədə aprel ayının 18-ci günün ikinci yarısından başlayaraq əvvəlcə Azərbaycanın Naxçıvan ərazisində havada buludluğun artması, şimşək çaxması, leysan xarakterli yağış yağması, hətta dağlıq ərazilərdə dolu yağması ehtimalı da var. Aprel ayının 19-cu günün birinci yarısında artıq Azərbaycan ərazisində havada buludluqda bir xeyli artım ehtimalı var. Hazırda bu modellərdə qeyri-müəyyənlik gözlənilir, müşahidə edilir. Lakin aprel ayının 19-u, 20-si və 21-də ümumi olaraq ansambl modellərinin son təhlilləri onu göstərir ki, Azərbaycan arasında hava şəraitinin kəskin dəyişilməsi ehtimalı var. Xüsusilə də Avropanın CMW hava tədqiqatları mərkəzinin 100-dən artıq alt mənbə modelləri eyni zamanda 150-dən artıq ansambl modelləri artıq eyni siqnalı verir ki, aprel ayının 18-ci günün ikinci yarısından başlayaraq Azərbaycan arasında hava şəraitinin dəyişikliyi gözlənilir. Aprel ayının 19-u, 20-si və 21-də artıq Kiçik Qafqazda, Naxçıvanda, Böyük Qafqazda və Cəlilabad asılarda yenidən leysan xarakterli yağışların yağması ehtimalı var. Bu proses yüksək dağlıq ərazilərdəki əriyən qar sularla birləşəcək, nəticədə çaylarda sululuqda bir xeyli artım ehtimalı var. Eyni zamanda qonşu Gürcüstan və Türkiyə ərazilərində də leysan xarakterli yağışlarda artım ehtimalı var və dağlarda əriyən qarın da bu seyqatında bir xeyli artırması gözləniləndir təbii olaraq və nəticədə Kür çayının yuxarı axınlarında, Kür çayının aşağı axınında, Araz çayında da sululuqda artım ehtimalı var və bu yerli hava axınları ilə xarici hava axınlarının aprel ayının ümumilikdə 18, 19, 20-si və 21-də Azərbaycan arasında bir-birlərinin toqquşması fonunda lokal, lakin intensiv leysan xarakterli yağışların yağması da artıq bu çaylardakı sululuğun daha da artmasına səbəb olacaq. Ümumilikdə aprel ayının artıq 21-də bu proses zəifləsə də, aprel ayının 25-dən sonra növbəti proses gözlənilir. Nəticədə artıq Azərbaycan arasında aprel ayının sonlarında da hava şəraiti dəyişikliyi ehtimalı var. Ümumilikdə aprel ayının 30-una qədər olan müddət ərzində Qara dəniz, Aralıq dənizi və Xəzər sektorunda 3 dəfəyə yaxın subtropik
ekstratropik tipli siklon sistemlərin aktiv inkişafı gözlənilir. Bu da o deməkdir ki, aprel ayının sonlarına qədər 2-3 dəfəyə qədər Azərbaycan arasında hava şəraitində kəskin dəyişiklik ehtimalı var. Növbəti günlərdə bu barədə daha ətraflı yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.